Salam əziz izləyicilər, əziz məntiq sevərlər. Bugün mən sizlərlə Elsəvər Vəliyevin 5-ci 6-cı sinif məntiq testlərindən, riyazi məntiq testlərindən test 4-ün izahını verəcəm. İlk öncə onu qeyd edeyim ki, kitabımızın video izah və PDF izah qrupuna qoşula bilərsiniz. Həmin qrupda sizlərə ardıcıl şəkildə video izahlar, testlərin izahları və PDF yazılı formada, yəni bu şəkildə, baxın qeyd edəcəm, bura göstərəcəm sizlərlə. Bu şəkildə PDF izahları atılır. Müəllimlər, şagirdlər, valideynlər, yəni istənilən hər kəs qoşula bilər. Qrupumuzun ödənişi sadəcə 10 manatdır. Ödənişimizi bir dəfə edirsiniz qrupa qatılarkən və qrupumuzdan faydalana bilərsiniz. Test 4-də birinci suala baxaq. Birinci sualda deyir, aşağıda fiqurun tərəflərinin uzunluğu santimetrlə verilmişdir. Fiqurun sahəsi neçə santimetr olar? İlk öncə biz fiqurun sahəsini tapmaq üçün kvadrat formasında demir. Fiqurun sahəsini tapmaq üçün enini və uzunluğunu tapmalıyıq. Bura 5-dir. Burada 3-dürsə, mən enini deyə bilərəmmi 8-dir? Bəli. İndi baxaq. 2 bu hissədə 6-dır. Burada 8-dir. Deməli, bura nədir? Bu fiqurumuz nədir? Kvadratdır. Demək, ümumi sahə 64-dür. 8 vuraq 8. Düzdürmü? Və indi mənə bu ağ hissəni soruşur və ağ hissəni də tapandan sonra mən ümumi sahədən çıxmalıyam. Ağ hissənin eni 3-dür, uzunu 6-dır. Bax, bu hissə 6-dır, bu hissə 3-dür. Bunların da hasili 18 eləyirmi? Yəni ağ hissənin sahəsi 18-dirsə, 64-dən 18-i çıxacağam. Mənə verəcək 46 C variantını. İkinci sual. İkinci sualda deyir, aşağıdakı fiqur eyni ölçülü kiçik kublardan ibarətdir. Bir kiçik kubun həcmi 15 kub santimetr olarsa, ümumi fiqurun həcmi neçə kub santimetr olar? İlk öncə biz sayaq görək. Burada neçə dənə kub var? 1, 2, 3, 4, 5, 6, 7 dənə. Düzdürmü? 7 dənə kub var və birinin həcmi 15-dirsə, ümumi fiqurun həcmini soruşursa, mən 15-i 7-yə vuracağım. Eləyəcək 105 B bəndi. Üçüncü sual. Üçüncü sualda deyir, aşağıdakı şəkil 8 bərabər hissəyə bölünüb. Rənglənmiş hissənin yarıma bərabər olması üçün şəklin əlavə olaraq hansı hissəsi rənglənməlidir? Rənglənmiş hissə 8-də 3-dür. Və yarısı, 8-in yarısı 8-də 4 olması üçün bunun üzərində 8-də 1 gəlməliyik ki, bu bizə 8-də 4 kəsini versin. Yəni, sürət məxrəcinin yarısı olacaq burada. Yəni, üzərinə 8-də 1 hissəsini gəlməliyik. Dördüncü sualda. Dördüncü sualda deyir ki, bir torbadakı şarlar 6-6 və 8-8 qruplara ayrıla bilir. Buna görə torbadakı şarların sayı aşağıdakilərdən hansı ola bilməz? Burada bizə nə istəyir? 6-ya və 8-ə bölünməyən ədədi. 48 həm 6-ya, həm 8-ə bölünür. 72 həm 6-ya, həm 8-ə bölünür. 120 həm 6-ya, həm 8-ə bölünür. Amma 100 nə 6-ya, nə də 8-ə bölünməyəcək. Ona görə də cavabımız olacaq C variantı. 5-ci sual. 5-ci sualda deyir ki, 50 həftə ərzində 5 gündə evdən məktəbə ümumilikdə 20 kilometr yol gedir. Düzdürmü? Bu 5 günə 20 kilometr yol gedirsə, bir günə getdiyi yol tapmaq üçün 20-ni 5-ə bölürəm, eləyəcək 4. A bəndi. 6-cı sual. Aşağıdakilərdən deyir, hansı doğrudur? 0, 0. 9 eləmir, səhvdir. Bu getdi. 14, üstə gələk 14. 20 isə 7 eləmir, bu getdi. 8-in üstə 8 gələndə 18 eləmir, bu getdi. 18-in üstə 18 gələndə 36 eləyir. Cavabımız D variantı. Növbəti. 7-ci sualda. 7-ci sualda deyir ki, biz bilirik ki, burada 0,1, üstə gələk 0,100, üstə gələk 0,100 deyil, %7-dir, plus 0,1000-də 3-dür. Düzdürmü? İndi bunları da toplasam 0,1000-də 3, üstə gələk 0,7, 0,3. Bu da bizə verəcək 0,373'ü. 300 nədir? 173'ü. Bu 1'dir. 173 D bəndi. 8-ci sual. 8-ci sualda deyir ki,
20 ilə 30 arasında natural ədədlərdən neçəsi özünün təkliklər mərtəbəsindəki rəqəmə tam bölünür? Aha. Deməli, 20 ilə 30 arasında mən yazıram 21, 22, özünün təkliklər mərtəbəsindəki rəqəmə tam bölünür 24. 8-ci sualımızda nə yazmışıq? 22, 24 və 25. 21. 21, 22, 24 və 20. Nə? Hə, tamam. Təkliklər mərtəbəsində rəqəmi böl. Mən 10'luğu təkliyə bölürəm. 21 1'ə bölünür, 22 2'yə bölünür, 24 4'ə bölünür, 25 5'ə bölünür. Neçə dənə oldu? 4 dənə. 4 dənə oldu, bəli. Mən burada digər misallarımızda bizə ədəd özünün rəqəmlərlə bölünür, onunla qarışdırdım. 4 dənə variantımız C. 9-cu sualda. 9-cu sualda deyir 3 ardıcıl cüt ədədin cəmi 174'dür. Ardıcıl cüt ədədlərin üstünü bilirik də n-dir. 2n-dir, 2n plus 2'dir, 2n plus 4'dür. Bunların cəmi 174'dür. İndi məndən nə soruşur? 6n üstə gələk 6 bərabərdir 174'ə. 6n bərabərdir 168'ə. N də bərabərdir 2. 28'ə. N 28 ise en büyük 2 plus 4'dür də. 28'i 2'ye vuranda eləyəcək 56. Üstəyə 4 gəlində eləyəcək 60. C bəndi. Sonuncu olarak 10'cu suala baxaq. 10'cu sualda deyir ki, keks 7:20'də sobaya qoyulur. Keksin bişməsi üçün 45 dəqiqə vaxt lazımdır. 07:20'də sobaya qoyulub və 00:45 dəqiqə lazımdırsa 5 6 07 65 eləyir. Bu 60'ı da 1 dəqiqəyə çevirən, 1 saata çevirən olacaq 08:05. Məncə B variantıdır. Bəli, 08:05. Bu formada eləyə bilərik, yaza bilərik. Deməli test 4'ün sonuna gəldik. Bugün alındıra bilsəm, çatdıra bilsəm test 4, 5, 6, 7'ye kimi izah edəcəm və qruplarımıza yükləyəcəm. Qruplarımıza qoşulmaq üçün qeyd etdiyim əlaqə vasitələrindən əlaqə saxlaya bilərsiniz.